Həyat yoldaşları bir-birindən ayrı-ayrı otaqlarda yatmalıdır. Köhnə romanları oxusaz görərsiniz ki, orada belə cümlələr var. Mən həyat yoldaşımın otağına yaxınlaşıb qapını döydüm. Əvvəllər insanlar həqiqətən də ayrı-ayrı otaqlarda yatırmış. Səbəb isə ondan ibarətdir ki, gecə yuxusu insanın bütün orqanizminin bərpası üçün çox vacibdir. Kimsə xorullayıb yuxudan oyanırsa, əl-qol təpiyi atıb sizi yuxudan oyanırsa, səhəri gün sizin normal insan kimi yaşamağınız, fəaliyyət göstərməyiniz çox müşkül məsələdir. Buna görə də bəzən mən rahat dincəlmək istəyirəm, gəl ayrı-ayrı otaqlarda yataq deyəndə küsməyin, inciməyin. Bu çox normal haldır. Eyni zamanda xanımların yuxusu kişilərinkindən daha çox olmalıdır. Çünki beyinlərində çoxlu fikirlər olur. Bunların heç biri mənim sözüm deyil, hamısını alimlər sübut ediblər tədqiqatları vasitəsilə. Birlikdə baxaq, maariflənək, bəyənməyi, paylaşmağı, şərh yazmağı da unutmayın. Çünki sizin geri dönüşləriniz sayəsində daha həvəslə çalışıram. Ər-arvad ayrı otaqlarda yatmalıdır. Yuxu qadın və kişi orqanizminə fərqli təsir edir. Rusiyalı yuxu və endokrinologiya üzrə mütəxəssis Darya Lebedevanın sözlərinə görə, qadınların tam dincəlməsi üçün kişilərlə müqayisədə 20-30 dəqiqə daha artıq yuxuya ehtiyacı var. Mütəxəssis bildirib ki, qadın beyninin daha mürəkkəb fəaliyyəti və hormonal dəyişikliklər səbəbilə onların yuxudan bərpa prosesi daha uzun çəkir. Keyfiyyətli yuxu qadınlarda dəri sağlamlığı və hormonal balans üçün mühüm rol oynayır. Yuxu pozuntuları isə erkən qocalma, hormonal disbalans və dəri problemləri ilə nəticələnə bilər. Kişilərdə isə yuxusuzluq, diqqət azalması və reaksiya sürətinin zəifləməsi ilə müşahidə olunur. Xoruldama və yuxuda tənəffüs dayanması. Kişilərdə daha çox rast gəlinir ki, bu da ürək-damar xəstəlikləri və şəkərli diabet riskini artırır. Darya Lebedeva cütlüklərə tövsiyə edir ki, əgər yuxu rejimlərində fərqlilik və ya narahatlıq varsa, ayrı yatmaqdan çəkinməsinlər. Onun sözlərinə görə bu həm sağlamlıq, həm də yuxunun keyfiyyəti baxımından vacib addımdır.